Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Mən informatika müəllimi Şəlalə Qoçuyeva. Bugün sizlərlə birlikdə 3 may 2026-cı il tarixində keçirilmiş Dövlət Qulluğu imtahanının BB kateqoriyası üzrə imtahan suallarının izahına birgə baxacağıq. Əgər daha çox qəbul izahı dinləmək istəyirsinizsə, YouTube kanalıma abunə olaraq videolar hissəsinə keçid edib izləyə bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Gəlin vaxt itirmədən keçid eləyək qəbul izahına. Deməli, başlayaq birinci sualdan. Deyir ki, aşağıdakılardan hansı doğru fayl adı ola bilməz? Biz demişik ki, faylın adında bir var qadağan olunan simvollar, bir də var qadağan olunan adlar. Qadağan olunan simvollar hansılardır? Deməli, sual işarəsi, ulduz, böyük, kiçik, qoşa nöqtə, düz xətt, slashlər və dırnaq. Bunu da həmişə deyirəm ki, belə yadda saxlayın. Elə bilin ki, bir adam var, böyük, kiçik işarəsi onun gözləridir. Dırnaq qaşlarıdır. Qoşa nöqtə burnudur, ulduz da onun ağzıdır. İndi bunun başını belə bağlayırıq. Daha sonra sual işarəsi onun qulaqlarıdır, düz xətt gövdəsidir, slash də qollarıdır. Və bu formada yadda saxlaya bilərsiniz. Bir də var qadağan olunan adlar. Bunlar hansılardır? Deməli, PRN, AUX, CON, NUL, COM0-dan COM9-acan və arada olanlar da nəzərdə alınır. Və LPT0-dan LPT9-a qədər yenə arada olanlar da nəzərə alınmalıdır. Və qeyd edeyim ki, bu verilən adlar elə verildiyi formada qadağandır. Məsələn, mən PRN nöqtə hər hansısa bir tip genişlənmə bu formada fayl adı verə bilmərəm. Ancaq fikir versəz burada A variantında PRN boşluq null. Buna icazə var. Əsas odur ki, bax burada qeyd elədiklərim elə verildiyi formada istifadə oluna bilməz. A-da bir problem yoxdur, istifadə oluna bilər. B-də LPT təkdir. Baxın, LPT 0-dan 9-a. LPT1, LPT2, LPT0, LPT9 bunlara icazə yoxdur. Amma LPT təkdirsə buna icazə var. COM da həmçinin. COM 0-dan COM 9-a qədər icazə yoxdur. COM təkdirsə icazə var. D-də baxın artıq CON bu icazə yoxdur. Bu istifadə oluna bilməz. Y variantında isə fikir verin AUX boşluq AUX. Buna icazə var. Yenə deyirəm, bu verilənlər elə verildiyi formada qadağandır. Verildiyi kimi. Yanında boşluq və ya əlavə nə isə verilibsə problem yoxdur. 56-dan sonra keçirik 57-ci suala. Deyir, NTFS fayl sisteminin FAT fayl sistemi ilə müqayisədə əsas üstünlükləri nələrdir? NTFS fayl sisteminin üstünlükləri nələrdir, yoldaşlar? Birincisi, verilənlərin mühafizəsində müasir texnologiyalardan istifadə. Faylları, qovluqları şifrələmək, sıxmaq və bərpa imkanı var. Transaksiya texnologiyası tətbiq olunur. Nasaz sektorlar meydana çıxarsa, əvəz olunma baş verir. Böyük ölçülü fayllar dəstəklənir. Faylları, qovluqları, diskləri sıxmaq və açılmanı dəstəkləyir. Hər bir istifadəçiyə ayrıca recycle bin təmin olunur və kəsilməz yazılma texnologiyası əsasında faylların fraqmentasiyası azalır. Bu NTFS-in əsas üstünlükləridir və bunu seçmək lazım idi. Bir də deyir ki, nasaz sektorlar bərpa olunub təkrar istifadə olunur. Təkrar istifadə yoxdur. Bir yanlışdır. 2-də deyir, fayl və qovluqlar şifrələnir, bərpa olunur, sıxılır. Bu, bəli, üstünlükdür. 3-də deyir, transaksiya texnologiyasından istifadə, bəli, bu da üstünlükdür. 2-3 B variantı. 4-də deyir, bütün istifadəçilər üçün ümumi recycle bin, ümumi yox, ayrıca recycle bin verilir. 4-də yanlışdır. Klasterlar üçün isə susma ölçüsü üstünlük deyil. Doğru cavab 2-3 B variantı.
58-ci sual. Mətn redaktorunda mətni köçürməzdən əvvəl nə zəruridir? Bax, elə bilin ki, mətni köçürmək istəyirəm, kopyalamaq istəyirəm. Mən əvvəlcə nə etməliyəm? Gələk əvvəlcə mətni seçim ki, sonra onu köçürüm. Doğru cavab Y variantı. Mətn fraqmentini seçmək lazımdır. 59. Mətn redaktorunun əsas funksiyalarına aşağıdakılardan hansı aiddir? Word-də mətni daxil etmək, çap etmək olar. Mətnə düzəliş etmək olar. Mətnə üslub, yəni bold, italic, underline vermək olar. Mətni faylddan axtarıb tapıb replace-dən əvəz etmək olar. Amma müxtəlif fayl sistemləri yaratmaq bu artıq Word-ün və yaxud da mətn redaktorunun xüsusiyyəti, funksiyası deyil. Daha sonra 60-cı sual. Deyir, şəkildəki lent qrupu hansı lent tabında yerləşir? Footnote qrupu references tabında yerləşir. Gəlin bunu əyani olaraq sizə əks elətdirim. Baxın, references tabında yerləşir footnote. Bəzən tələbələr bunu footerla qarışdırır, yəni sərlövhə ilə, amma xeyr. Footer insert tabında yerləşir. Baxın, budur footer. Bu insertdən əlavə olunur. Amma footnotelar isə bu referencesdədir. Doğru cavab A variantı. 61. Kursoru növbəti abzasın əvvəlinə yerləşdirmək üçün hansı klaviatura kombinasiyasından istifadə olunur? Deməli, Word-ün qısa yollar PDF-ində bütün, demək olar ki, qısa yolların hamısı qeyd olunub. Deməli, nədir məsələ? Əgər mən bir abzas aşağı və yaxud da ki, növbəti abzasın əvvəlinə kursoru yerləşdirmək istəyirəmsə, bunun üçün Ctrl aşağı ox düymə kombinasiyasından istifadə olunur. Doğru cavab Y variantı. Daha sonra 62-ci sual. Deyir, slayd obyektinə verilmiş animasiyanın ləğv edilməsi üçün hansı lent qrupuna müraciət olunur? Slayd obyektinə animasiya Animations tabından verilir və verilmiş animasiyanın da ləğv olunması üçün Animation qrupuna müraciət olunur. Animations tabı Animation qrupundan ləğv həyata keçirilir. Doğru cavab D variantı. 63-cü sual. Deyir, aşağıda iki diaqram fraqmenti verilmişdir. Birinci diaqram üzərində bəzi əməliyyatlar əlavə edilmiş və bəzi əməliyyatlar isə ləğv edilmişdir. Bu əməliyyatları seçin. Bax, gəlin birinci diaqramla ikinci diaqramı fərqləndirək. Məsələn, ikinci diaqramımda burada mənim diaqram başlığım var. Chart title-ım var, amma birincidə yoxdur. Deməli, bir fərqim nədir burada? Diaqram başlığı var. Bir olmalıdırsa, bir olmayan variantları çıxıram. C gedər, daha sonra D gedər. Daha sonra, birinci diaqramımda burada mənim legendalarım var, amma ikincidə yoxdur. Deməli, burada legendada əməliyyatı var. 4 də olmalıdırsa, B də gedər, Y də gedər, doğru cavab qalar A variantı. Baxın, burada mənim diaqramımın fiquru dəyişməyib. Və yaxud da ki, belə deyək, fiquruma effekt verilməyib. 2-3-ləri də çıxaram. Bundan əlavə burada mənim data labellarım aktivdir və bir də ümumiyyətlə burada məlumatlar seçilib. Data, belə deyək, select data da aktivdir. 1, 4, 5, 8 A variantı olacaq doğru cavabımız. Ancaq burada məsələn mənim diaqramımın tipi dəyişməyib, diaqrama yeni bir element əlavə olunmayıb. Ona görə digərləri yanlışdır. 1, 4, 5, 8 A variantı. Daha sonra keçək digər sualımıza. Deməli, deyir ki, aşağıdakı elektron cədvəl fraqmenti verilmişdir. B1 xanasına hansı ədəd yazılmalıdır ki, A2, S2 diapazonuna uyğun aşağıdakı diaqram qurulsun? Deməli, gəlin hesablayaq. A2 xanasında bizə verilib power funksiyası qüvvət. A1 çıx üçün, yəni 15 çıx üçün 12-nin qüvvətinə qoyur 2-ni verir 144. Sonra B2 xanasını hesablayaq. A1, yəni 15 vur 2, 30, üstə 1, 31, üstə gəl B1. B1-ə də x verirəm. 31 üstə gəl x. Sonra S2-ni hesablasam, product hasildir. S1-in, S1 də nədir? B1 üstə gəl 15, yəni x üstə gəl 15-i. Vurur 10-a, bunu da bölür 2-yə. Bu da verəcək, deməli 5x üstə gəl 75. Deməli,
Tapdım xanaları bu formada. Bunu ya tənbəl üsulu gedib variantı qoya bilərsiniz yerinə ki, hansı variant alınacaq. Ya da ki, bunun belə deyək də, qayda yolu ilə tənasüb də hətta qura bilərsiniz faizlərə uyğun olaraq ki, məsələn, ümumi cəmim 100% təşkil eləyirsə, məsələn, burada əlbəttə baxanda məntiqlə görünür ki, burada 5x + 75 daha böyük hissədə 50% deyə düşür. Məsələn, bunu da 50% kimi verib tənasüblə də x-i tapa bilərsiniz. Ya da Excel-də diaqramlar qurulan zaman həmişə saat əqrəbin istiqamətində quranda, deməli A2 bura, B2 bura, C2 xanası da düşür bura. Və o zaman bu məntiqlə yanaşsaq, məsələn, mənim ümumi cəmim 100% təşkil eləyirsə, o zaman C2-yə düşən 5x + 75-im də 50% təşkil eləyir. Yəni bunu cəm kimi versək, deməli 144 üstəgəl 31 üstəgəl x üstəgəl 5x üstəgəl 75-im 100%dirsə, məsələn 5x üstəgəl 75-im də təşkil eləyir 50%. Buradan da x-i tapanda olacaq 25. Doğru cavab B variantı. Sonra keçək 65-ci suala. Deyir, aşağıdakı şəkildə oxla göstərilmiş əmrin təyinatı nədir? Deməli, shape outline əmri bu obyektin kontur xəttinin həm rəngini, həm də qalınlığını təyin edir. Amma bütün obyektlərin yox, qeyd olunmuş obyektlərin. Gəlin buna da bir əyani olaraq baxaq. Məsələn, bura gətirək bir fiqur əlavə eləyək. Məsələn, olsun fiqurun bu. Shape outline ilə həm weight ilə bunun qalınlığını təyin edirəm, həm də qalınlığına rəng verə bilərəm. Baxın, oldu. Həm kontur xətti, həm də qalınlığı və rəngi. Doğru cavab C variantı. Sonra gəlir 66-cı sual. Deyir, marşrutizatorun təyinatı nədir? Router. Bunu həmişə deyirəm ki, belə bir açar qayda ilə yadda saxlayın. Router nədir? Router müxtəlif topologiyalı və müxtəlif protokollu şəbəkələri birləşdirən qurğudur. Və harda işləyir? OSI-nin şəbəkə səviyyəsində. Deməli, OSI modelinin şəbəkə səviyyəsində müxtəlif şəbəkələri birləşdirən qurğudur. Doğru cavab A variantı. Daha sonra 67-ci sual. Yenə bir şəbəkə sualı. Çox maraqlıdır ki, bir qəbulda 3 dənə şəbəkə sualı düşmüşdü. Yəni maraqlı, həqiqətən heyrətamiz bir qəbul idi. Deməli, uyğunluq sualı. Terminator, körpü, konnektor. Yenə bunlar üçün açar sözlər vermişəm. Terminator varsa nə olmalıdır? Enerji uducusu. Sözü varsa bu terminatordur. Sonra nazik kabelə birləşmə varsa bu konnektordur. Daha sonra digəri nə idi? Körpü. Körpü isə müxtəlif topologiyalı, eyni protokollu şəbəkələri birləşdirir. Demişik, müxtəlif eyni sözü varsa körpüdür. Müxtəlif sözü varsa bu routerdur. Nazik kabelə birləşdirən konnektordur. Enerjini udan terminatordur. Yoğun kabelə qoşan transiverdir. Segmentləri birləşdirən varsa repeaterdir. Belə açar sözlərlə yadda saxlamaq rahatdır. Deməli, terminator nə oldu? Enerjini udan. Deməli, 1-ə getdi B. Sonra körpü nə oldu? Müxtəlif topologiya, eyni protokolları birləşdirir. 2-yə D. Konnektor nə oldu? Nazik kabelə birləşən. 3-ə də gedir Y. 1-ə B, 2-yə D, 3-ə Y. Doğru cavab A variantı. 67-dən sonra gəlir 68. Deyir, elektron poçt ünvanı vərəqə yazılmış, sonra həmin vərəq cırılaraq bir neçə hissəyə bölünmüşdür, ünvanı bərpa edin. Deməli, elektron poçt ünvanında ən birinci gəlməlidir bizdə istifadəçi adı, daha sonra ət işarəsi və daha sonra isə domen adı. Yandex.ru. Deməli olacaq 1, 4, 3, 2 B variantı. Daha sonra gəlir 69-cu sual. Deyir, doğru fikirləri müəyyən edin. Deməli, birdə deyir, qonaq şəbəkə əsas şəbəkəni izolyasiya edərək təhlükəsizliyi artırır. Bəli, 1 doğrudur. 1 doğrudursa, 1 olmayanı çıxdım.
2-də deyir avtorizasiya həqiqiliyin yoxlanılması metodudur. Xeyr, həqiqiliyi yoxlayan autentifikasiya metodudur. Avtorizasiya da səlahiyyətlər təmin edilir. 2 yanlışdır. 2 yanlışdırsa 2 olan çıxacam deyim. 2 olan zaten variantda yoxdur. Keçək 3-ə. Deyir SSID gizliliyi şəbəkəyə arzu olunmaz girişləri çətinləşdirir. Bəli, SSID Wi-Fi adı gizliliyi olduğu üçün ad gizlidə olur və arzu olunmaz girişlər də belə deyə azalır, yəni çətinləşdirir. 3 doğrudur. 3 doğrudursa 3 olmayanlar atıram. Sonra 4-də deyir ki, IPS şəbəkə trafikində zərərli hərəkətləri müəyyən edib qarşısını alan təhlükəsizlik sistemidir. Bəli, bu da doğrudur. 4 doğrudursa cavab olacaq D variantı. 5-də deyir firewall yalnız elektron poçtları yoxlayır. Yanlışdır. Sonra 6-da deyir firewall istifadəçi interfeysini təkmilləşdirir. Yanlışdır. Spyware isə casus proqram olaraq belə deyək də bizim kredit kart məlumatları, digər məlumatlarımızı başqa bir şəxsə göndərən proqramdır. Botnet belə deyə əsaslanan bir hücum deyil. Deməli, doğru cavab 1, 3, 4 D variantı. Və 70-ci sual deyir, aşağıda elektron cədvəl fraqmentinə əsasən birinci cədvələ hansı əmri tətbiq etməklə ikinci cədvəldə satış qiymətinə uyğun olaraq xanaları qruplaşdırıb cəmi hesablamaq olar. Deməli, düzdür, bu cədvəldə tam imtahandakı cədvəliniz olmasa da müəyyən qədər oxşarlaşdırmağa çalışmışam və yoldaşlar bu formada, baxın bu sol hissədə bu cür qruplaşdırıb cəmin hesablanması üçün subtotal əmrindən istifadə olunur. Bunu da sizə göstərim. Deməli, Excel-də data tabının outline qrupunda yerləşən əmrimizdir subtotal. Qruplaşdırıb cəm hesablayan əmrimiz. Bundan da bizim qəbul izahımız yekunlaşır. Kiməsə qaranlıq qalan, anlaşılmayan hər hansısa bir hissə qalarsa, videonun rəy hissəsində bildirə bilərsiniz. Ümumən qəbul haqqında fikirlərimi bölüşmək istəsəm, məsələn, burada ümumiyyətlə hardware və softwaredən sual salınmamışdı, elektron dövlətdən sual yox idi. İndi nəzərə alsaq ki, elektron dövlətdən hər imtahan olmasa da, belə deyək, sual düşməsi. Ancaq təəccüblü idi ki, şəbəkədən 3 sual düşməsi. Məsələn, biz ofis proqramlarını da müqayisə etmək istəsək, Word-dən düşən 4 sualın 4-ü də mənə görə olduqca çox asan suallar idi. Amma Excel-dən düşən məsələn, bu diaqram tipli sual biraz tələbələr üçün çaşdırıcı sual ola bilərdi. Biraz hesablama sualı tələbələrdə bir balaca çaşqınlıq yaratmışdı. Amma yenə də belə deyək, düşünürəm ki, digər suallar cəhətdən rahat bir imtahan idi. İndi ümid edirəm ki, hər kəs öz arzusunda olan nəticəni əldə edib. Yenə də nəsə bir qaranlıq məqam, sual qalarsa, buyurub verə bilərsiniz. Hər kəsə uğurlar arzulayıram. Sağ olun. Növbəti qəbul izahlarına qədər.